Azərbaycan Xalq Parlamentinin nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi haqqında qərarı. Azərbaycan Xalq Parlamenti nizamnaməsinin 11-ci maddəsini əsas götürərək Azərbaycan Xalq Parlamenti nizamnaməsinə aşağıdakı əlavə və dəyişikliklərin edilməsini qərarı alır. Hörmətli sədr, ehtiyac varmı? Oxuduğumu qoyum mu ekrana? Aha, qoyuldu. Təşəkkür. 1. Nizamnamənin 4.4.1-ci maddəsinə aşağıdakı cümlə əlavə edilsin. Seçki komissiyasında sonradan yaranan vakant yerlərə namizədlər Azərbaycan Xalq Parlamentinin sessiyasında irəli sürülür və sessiyada iştirak edən millət vəkillərinin yarıdan çoxunun leyhinə səs verməsi ilə seçilir. 4.4.1-ci maddə seçki komissiyasının formalaşması haqqında olan maddədir ki, bu cümlə ora əlavə üçün təklif edilir. 2. Nizamnamənin 5.2-ci maddəsinə aşağıdakı cümlə əlavə edilsin. Azərbaycan Xalq Parlamentinə növbəti əsas seçkilər millət vəkillərin səlahiyyət müddətinin bitməsinə ən azı 3 ay qalmış Azərbaycan Xalq Parlamentinin qərarı ilə elan edilir. 3. Nizamnamənin 5.6-cı maddəsində ilk sözü çıxarılsın və maddə aşağıdakı redaktədə verilsin. Azərbaycan Xalq Parlamentinə seçkilərdə hər bir seçicinin siyahıdakı namizədlərin maksimum yarısına səs vermək hüququ vardır. Hörmətli millət vəkilləri, bu nizamnamədə olan bu dəyişikliklər xatırlayırsınızsa ilk versiyada biz yeni yaratmışdıq. Ona görə ilk seçkilər kimi nəzərdə tutulurdu və artıq biz bir il tamamlayırıq. Ona görə də artıq ilk sözünü oradan çıxarmaq üçün təklif olunub. 4. Nizamnamənin 5.8-ci maddəsində 3 ay sözü 6 ayla əvəz edilsin və maddə aşağıdakı redaktədə verilsin. Boş qalmış yerləri doldurmaq məqsədi ilə hər 6 aydan bir əlavə seçkilər keçirilir. Xatırlayırsınızsa, hörmətli millət vəkilləri, hal-hazırda bizim nizamnamədə bu 3 ay kimi göstərilir. 5. Nizamnamənin 5.12-ci maddəsində ilk cümlə aşağıdakı redaksiyada verilsin. Yeni elan edilən əsas seçkidə maksimum Azərbaycan Xalq Parlamentində yaranan vakant yerlərin sayı qədər yeni millət vəkilləri seçilir. 6. Nizamnamənin 7.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin. Millət vəkilinin səlahiyyət müddəti 3 ildir. Azərbaycan Xalq Parlamentinin dönəm sədri Xatirə Cabbarlova 18 oktyabr 2025-ci il.